Salam, hər vaxtınız xeyir olsun. Asan və dadlı salat resepti paylaşıram. Salatı hazırlayacağım qabın içərisinə əvvəlcədən doğradığım rəngli biberləri əlavə edirəm. Kahını doğramışam, iceberg kahısından istifadə elədim. 1 ədəd kahının yarısını doğramışam. 2 ədəd kökü sürkəçdən keçirtmişəm. 200 qram konservləşdirilmiş qarğıdalı, göyərti zövqə görədir. Mən cəfəridən istifadə elədim. 50 qram qoz doğramışam, onu da əlavə edib qarışdırıram. İndi duzunu əlavə edirəm. Duz zövqə görədir. İstəyə görə pul biber də əlavə etmək olar. 4 xörək qaşığı bitki yağı əlavə elədim. Mən qarğıdalı yağından istifadə edirəm. İstəyə görə zeytun yağı da əlavə etmək olar. 1 limonun yarısını sıxıb suyunu əlavə edirəm və salatı qarışdırıram. Salat artıq hazırdır. 15-20 dəqiqədən sonra yemək olar. Salatı süfrəyə verən zaman istəyə görə üzərinə nar şərab da əlavə edilsə daha dadlı, ləzzətli alınır. Bu günlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.